servisimizi beğendi. Sağ olsun. Xeyir olsun.河南集市商店开业大吉，财源滚滚。Rəna xanım, təbrik edirik sizi. Arzu edirik ki, satışlarınız bol olsun. Mağazanız inşallah gələn ilə bunun 2 qatı böyüyür. Girelim, demişti. İleri, ileri, ileri. Bunu okuruz kaptalya verin. Sağ olun, estağfurullah. Sizin məhsullarına. Başqa bir Kimin ürək sözü var? Kimin ürək sözü var? Kimin ürək sözü var? Aramızda olmayan insanlar da var. Onlar da sağ olsunlar. Təbii ki, işini komandasına dəstəyi və çox böyük bir dəstəklərdə olsun. Bizim aramızda deyil. Məncə istəyirəm ki, ilk cümlədə ilk Rəna xanıma. Bir dəqiqə özür istəyirəm. Deməli, bizim servis mərkəzlərimizin sayı çoxdur. Get-gedə artır. Hər servis mərkəzi bizim üçün əzizdir, dəyərlidir. Amma ilk gündən Rəna xanımla əməkdaşlığa başlayanlar, bizim əməkdaşlar Rəna xanımın mədəniyyəti, etikası, bizlə işləmə forması o qədər razılıq edirlər. Mən gəlməmiş yolda yığıb deyirlər ki, bəs Rəna xanıma bizim adımızdan gül hədiyyəsi hazırlatdıraq, göndərək. Yəni, həqiqətən bizim onsuz da həmişə hədiyyəmiz də olur, dəyərimiz də eynidir. Amma hər insan özünə hörməti də, dəyəri də öz münasibətindən qazanır, öz ədəb-ərkanından qazanır. Ona görə şadıq ki, bugün buradayıq. Əslində, bizim bu səfərlər çoxdur deyək, gələ də bilmirdik, yalındırmırdıq. Amma yenə də istədik ki, bugün burada olaq, sizin yanınızda olaq. Ona görə bir daha da mən öz adımdan, Tom bəyin adından təbrik edirəm. Burada olan hər kəsin kimin arzusundadırsa servis mərkəzi açmalıdır və ən əsası da ki, o servis mərkəzi açarkən nə arzu edirsə, nə qazanmaq istəyirsə, ən azı onun 2 qatını qazanmağa Menajer, baş menajer olmaq aşağısı. Öz adımdan ve alem adından, öz anam adından sizin her birinize teşekkür ediyorum. Eğer bugün burada siz varsınızsa, deməli Allah'ın bir iradesi var burada, Allah'ın bir gücü var burada. Hamımıza Allah'ın bu gücünden pay arzulayıram. Her birinize derin hürmetlerimizi bildiririk. Anton Baya'da Allah qeyri bölgede güzeldir. Allah'ın ne kadar güzelliği onu kısmet etsin. Allah'ın kanunlar, ben de 他们2个姐妹，然后她就是也祝福创新是非常感谢她，就是我们这么远的一个城市，今天她来跟我们在一起，要不然我们在这里认识，我们这里开业的，她就是到这里对我们来说非常有意义，非常珍贵的一个人。然后祝福你是你在阿塞拜疆是，所以你这是第2个国家，就是祝福你在这里的生活一直顺利中国。 Ben de Müştü sakinlerini salamlayıram ve buradan Rəna xanım, Amaliya xanım, İcran xanımı ve Faik Bey, Gülşad Bey hamımızı təbrik edirəm. Davam olsun bütün servislərimiz, axarlı olsun. Bir daha təbrik edirəm. Sağ olun.